Yaponiyada bir geyim mağazasında ilk dəfə alış-veriş edərkən bu məqam məni çox təəccübləndirmişdi. Məhsulları seçib sadəcə nizamsız şəkildə səbətə yerləşdirmişdim. Kassa yaxınlaşanda isə bizi özünə xidmət kassasına yönləndirdilər. Etməli olduğum sadəcə səbəti lazım olan lövhənin üzərinə yerləşdirmək idi və anındaca məhsulların sayı və yekun məbləğ ekranda görsənir. Sadəcə kartı yaxınlaşdırıb ödəniş edirsən və saniyələr içində alış-verişini tamamlayırsan. İşin sirri isə məhz məhsulların üzərindəki həmin o sehirli etiketlərdədir. Bu proses isə radiotezlikli identifikasiyalar texnologiyası sayəsində baş verir. Barkod skaneri hər etiketi ayrı-ayrı oxuduğu halda bu texnologiya eyni anda bütün etiketləri oxuya bilir. Yaponiya haqqında isə hələ çox maraqlı kəşflərim var. Bu cür yeniliklərdən dərhal xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olun, birlikdə dünyanı gəzməyə davam edək.